Ümumiyyətlə sülh quruculuğu, sülh prosesi asan bir proses deyil. Bu bəzən aylar, illər çəkən bir prosesdir. Hazırda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyində ən prioritet məsələ, yəni sülh müqaviləsinin imzalanması üçün konstitusiya dəyişikliyidir. Yəni bu əsas tələblərdən biridir. Və biz xronoloji ardıcıllığa baxsaq, o cənab prezidentin qətiyyətli prinsipial siyasət nəticəsində Ermənistanın mərhələli şəkildə Azərbaycanın tələblərini yerinə yetirdiyini görürük. ATƏT Minsk qrupuna da qarşı Ermənistanın bir mövqeyi var. Amma nə baş verdi? Bu həllini tapdı. İndiki prioritet məsələ sülh müqaviləsinin imzalanması üçün konstitusiyadakı məsələlərdir. Hazırki məqamda Ermənistan buna gedəcəyini açıq şəkildə bildirə bilməz. Çünki Ermənistanın daxilində hazırki hakimiyyətə qarşı ciddi ittihamlar var. Ona görə də Ermənistan rəsmiləri açıqlamalar verirlər ki, bu bizim özümüzün qəbul edəcəyimiz bir qərardır. Amma biz Ermənistan mətbuatını izləyəndə, prosesləri təhlil edəndə görürük ki, Ermənistanda əslində bugün konstitusiya üzərində iş gedir. Amma bu geniş bir formada ictimailəşdirilmir. Və biz nəzərə almalıyıq ki, sülh məsələsində Ermənistan da maraqlıdır, Ermənistan da tələsir. Çünki burada Rusiya faktoru var, burada bir çox faktorlar var. Ermənistan anlayır ki, ən qısa vaxtda bu sənəd imzalanmalıdır və o mənada sülh müqaviləsinin imzalanması üçün mən düşünürəm, seçkilərdən sonra bu dəyişikliyə Ermənistan gedəcək, sülh müqaviləsi sonraki mərhələdə imzalanacaq. Qaldı ki, bizim üçün prioritet məsələlərdən biri də burada bir neçə məqam var. Yəni sərhədlərin delimitasiyası ilə bağlı, demarkasiyası ilə bağlı müəyyən işlər görüldü, amma bunların hüquqi həllini tapması məsələsi var. Qaldı ki, Azərbaycanlıların yəni öz doğma yurtlarına qayıtması məsələsi. Buna mənim heç şübhəm yox ki, bu da baş verəcək. Çünki bu beynəlxalq hüquqa əsasən tənzimlənən bir məsələdir. Kifayət qədər sənədlər var, faktlar var. Amma bu proses artıq sülh müqaviləsi imzalandıqdan sonra növbəti mərhələdə həyata keçəcək bir məsələdir və bunun üçün də bilirsiniz ki, dəfələrlə həm cənab prezident, həm digər ölkə rəsmiləri öz mövqelərini açıq şəkildə bildiriblər. Yəni normallaşma üçün bir var ən prioritet məsələlər, bir də sonraki məsələlər var ki, mən əminəm ki, Ermənistan zaman gələcək, ondan da razılaşacaq. Ceyhun bəy, təşəkkürümüzü bildirir. Minnətdarıq sizə studiyamıza gəldiniz.